Aclıq aksiyası. Gecə saat 5-də kameranın qapısını açanda vəziyyəti başa düşdüm. Nəzarətçi mənə çıxmaq əmrini verəndə qəti etiraz etdim. Lakin qardaşın Ənvər gəlib, səninlə görüşmək istəyir, deyəndə düzü ağlıma batdı. Çünki Ənvərin belə xasiyyəti vardı. Günün istənilən vaxtı görürdüm gəlib görüşə. Onu da türmədə hamı yaxşı tanıyırdı. 1 saatlıq görüş verirdilər. Oturub söhbətləşirdik. Gətirdiyi peridi açanda verib gedərdi. Düşündüm ki, yəqin yenə ağlına yerləşib gəlib. Durub nəzarətçi ilə birlikdə vaxtıya tərəf getdik. Çatanda baxdım ki, elə məndən başqa hamı buradadır. Hardasa 10-15 nəzarətçi, rəisin müavini, türmənin həkimi, hamısı yığışmışdı. Rəis müavini Klara Yusifzadə, sən də etap olunanlar arasındasan. İndi həkim də etap üçün yararlı olduğunu təsdiq edəcək. Elə buradan da birbaşa vağzala göndəriləcəksən. Həkim qəti etirazını bildirdi. O xəstədir. Etapa göndərmək olmaz. Mən buna razılıq verə bilmərəm. Yaxşı, yaxşı, razı olarsan, deyə rəis müavini dilləndi. Mən nəzarətçiyə tərəf çevrilib. Alçaq, bəs deyirdin qardaşım gəlib, görüşə çağırırlar, deyə nifrətlə onu süzdüm. Başını aşağı salıb heç nə demədi. O kim idi ki? Buyruq quluydu. Sonra isə rəis müavininə. Sizin məni respublikadan kənara etap etməyə haqqınız yoxdur, deyərək heç yana getməyəcəyimi bildirdim. Rəis müavini dilləndi. Xoşla getməzsən, zorla apararıq. Yaxşısı budur, özünə nahaq əziyyət vermə. Onsuz da bunlar hamısı əbəsdir. Mənsə yenə də səsküy salıb etirazımı bildirdim. Belə olanda nəzarətçilərin ikisi yaxınlaşıb qollarıma qandal vurmaq istədilər. Müqavimət göstərdim. Köməkləşib zorla qandalı vurdular. Baranoka tərəf aparmaq istədilər. Bütün gücümlə əllərindən çıxmağa can atırdım. Bir xeyli süpürləşdik. Axırda səsküy qopacağından qorxaraq, məni torbaya salmaq fikrinə düşdülər. Bəli, adicə kartof torbasına salıb ağzımı da bağladılar. Sonra isə elə bu vəziyyətdəcə baranoka basdılar. Amma bir şey də deyim ki, məni torbaya salanlar Beveşniklər idi, Rus əskərləri. Konvoyların rəisi rəhbərlik edirdi əməliyyata. Başqa şəhərə etap olunacağımı eşidən gündən aclıq elan etmişdim deyə. Taqətsizlikdən torbanın içində ürəyim sıxılırdı. Məhbusları orada vaqona yığıb, sonra yola düşməyə az qalmış sastava qoşurdular. Elə torbadaca məni vaqona qədər gətirdilər. Eləcə də atdılar kupeyə. Ürəyim partlayırdı. Kupeylərin arasında reşutka olsa da, baxanda görünür axı. Başqa kupeydəki dustaqlar vəziyyətdən hali olan kimi səsküyə başladılar. Qadını torbadan çıxarın, yoxsa bu dəqiqə raskaçka edəcəyik. Bu yolla elə mən üzüm dustaqların neçə kərə tələblərinin yerinə getirilməsinə nail olduqlarını görmüşdüm. Bunu həyata keçirmək çox asandır. Bütün dustaqlar vaqonun bir tərəfinə toplaşıb var gücləri ilə yelləməyə başlayırlar. Az bir vaxt ərzində bütün sastavı bu üsulla aşırmaq mümkündür. Konvoylar isə istəsələr də, istəməsələr də heç cür onlara mane ola bilmirdilər. Onu demək istəyirəm ki, bu metod artıq dəfələrlə sınaqdan çıxarılmışdı. Məhbuslar da, konvoylar da raskaçkanın hansı sonluqla bitəcəyini yaxşı bildiklərindən mütləq burada ümumi dil tapmağın, razılığa gəlməyin vacibliyini anlayırdılar. Nəzarətçilər məhbusların fikirlərində ciddi olduqlarını görüb, torbanın ağzını açmağa məcbur oldular. Güclə nəfəs alırdım. Ayağa qalxmağa heyim qalmamışdı. Məhbuslar bu dəfə isə pəncərəni açın, hava çatmır, deyə yeni tələblə qışqırışmağa başladılar. Onların bu tələblərini də yerinə yetirdilər. Pəncərələri də açdılar. Soyuq hava içəri daxil olanda özümə gəlməyə başladım. Konvoylar kupeyinin pəncərəsini açdıqdan sonra içəri daxil olan təmiz hava məni vuranda biraz toxtadım. Qonşu kupeydən məhbuslar üstümə kuruşka ilə su səpdilər. Yavaş-yavaş özümə gəldim. Qalxıb oturdum. Bütün bədənim taqətsizlikdən uçunurdu. Dayanmağa gücüm yox idi. Neçə günlük aclıq təsirini göstərirdi. Keçirdiyim əsəb gərginliyi də bir tərəfdən məni üzmüşdü. Özümü heç cür ələ ala bilmirdim. Bu dəfəki həbsim qədər təsirlisi olmamışdı. Heç bir şeyin üstündə 3 il cəza verilmişdi. Vallah, nahaq yerdən tutulmasam, heç bu qədər təsir etməzdi bəlkə də. Bütün bunlar bir yana. Üstəlik də Adilin rəhmətə getməsi məni lap sarsıtmışdı. Uşaqlar tam başsız qalmışdılar. Özümü, taleyimi hey qarğıyırdım. Başa düşə bilmirdim. Yəni bu qədər əzab-əziyyəti bir adam çəkmək iqtidarına malik ola bilərdimi? Hamısı da üst-üstə yığışmışdı sanki. İndi də bütün bu bəlalardan sonra birdən-birə harayasa, Azərbaycandan kənara etap olunmağım məsələsi ortaya çıxanda
Bütün dünyadan əllərim üzüldü. Ölüm diləyirdim özümə. Gözlərimi əbədi yumub o dünyaya köçməyi arzulayırdım. Şübhəsiz ki, ölüm belə yaşayışdan yaxşı idi. Sonra da yazıq körpələrim gəlib dururdu gözümün qabağında. Fikrim dolaşırdı. Heç cür bir tərəfə çıxa bilmirdim. Yol boyu məhbuslara verilən ərzaqdan, sudan başqa heç nə qəbul etmədim. Etapın qaydası belədir ki, bir günlük yolu bəzən 10 günə gedirsən. Demək olar ki, bütün stansiyalarda qatar dayana-dayana gedir. Məhbusları kolonlara, türmələrə paylayırdılar. Bir neçə gün yol getdikdən sonra gəlib bir dayanacığa çatdıq. Qatardan düşürülən məhbuslar arasında mən də vardım. Məhbuslardan bəziləri elə stansiyada qatardan düşən kimi buranı tanıdılar. İndiyə qədər mən də bu türmənin adını çox eşitmişdim. Bura Sovetlər İttifaqının ən dəhşətli, ən sərt rejimli türmələrindən hesab edilən Beli-Lebed türməsi idi. Beli-Lebed türməsi təmiz adamlar üçün əsl sınaq məktəbi idi. Bu türmədə avtoritetləri sındırmaq üçün xüsusi sistem yaradılıb. Mən Beli-Lebeddən keçmişəm. Bu sözlərin mənasını o sistemi gözləri ilə görənlər çox gözəl anlayır. Əgər oradan təmiz çıxmısansa, deməli sənə ölüm yoxdur. Hələ ondan əvvəl də zonlarda bu türmə haqqında çox eşitmişdim. Deyilənə görə orada xüsusi məhbuslar saxlanılırdı. Hansı ki, onlar özləri də əvvəllər oğru olmuşdular. Sonra isə artıq türmə rəhbərliyinin təklifi ilə razılaşaraq Sukalğa keçmişdilər. Türməyə təzə etap gələndə şəxsi işindən oxuyub kimin hansı yolun yolcusu olduğunu müəyyənləşdirirdilər. Oğruları, mujikləri həmin dustaqların kamerasına salırdılar. Və orada onlara olmazın əzablar verilirdi. Hətta presə, rubaşkaya da salınırdılar. Məqsədləri də bu idi ki, adından imtina etsin. Bu istirablara, əzablara çox az adam tab gətirə bilərdi. Eyni qayda heç şübhəsiz ki, qadınlar arasında da aparılırdı. Necə deyərlər, aslanın erkəyi dişisi olmaz. Oğru oğrudur, nə qadın, nə kişi. Amma bir şey də deyim ki, qadınlar bu məsələlərdə kişilərdən də qəddar olur. Yəni cəzalandırmağa qalanda kişilər bəlkə də biraz qadınlardan insaflı olur. Mən özüm neçə kərə diqqət etmişəm. Neçə dəfə başqa görənlərdən eşitmişəm ki, həqiqətən də qadınlar arasında bir-birinə qarşı münasibətdə qəddarlıq daha güclüdür. Beli-Lebed türməsi eyni zamanda paylama məntəqəsi kimi nəzərdə tutulmuşdu. Ölkənin hər yerindən buraya etap gəlirdi. Belə deyirdilər ki, bu türmənin xarici görünüşünə görə belə adlandırırdılar. Bir neçə dəfə hələ azadlıqda olduğum vaxt Moskvaya gedərkən uzaqdan Beli-Lebedi mənə göstərmişdilər. Dağın döşündə yerləşən bu türmə uzaqdan baxanda da elə həqiqətən də qu-quşuna oxşayırdı. Bina ağ rəngdə olduğundan bu bənzəyişə görə yəqin ki, Beli-Lebed adlandırılmışdı. Elə o vaxtlar mən hardan biləydim ki, bir gün məhbus kimi buraya gətiriləcəm. Diqqətlə baxanda o yolu keçənlər bəlkə də fikir veriblərsə, görməmiş deyirlər o türməni. Ancaq heç kimə oraya düşməyi arzulamazdım. Nəysə, bizi vağzaldan Varonoka yığıb türməyə gətirdilər. Birbaşa kameralara böldülər. İçəri daxil olan kimi rəng rufumdan vəziyyətimin çox ağır olduğunu görən məhbuslar məni qayğı ilə yanaşdılar. Yer göstərdilər. Ayaq üstə dayanmağa taqətim yox idi. Sualları yağdırmağa başladılar. Cavab verməyə halım ardandı. Gördülər danışmağa həvəsim yoxdur, rahat buraxdılar. Aradan biraz keçmiş, kameranın qapısı açıldı. Oper içəri keçib məni yanına çağırdı. Deyəsən şəxsi işimdə aclıq elan etməyim barədə məlumat verilmişdi. Məni dilə tutmağa başladı. Onsuz da sənin aclığının bundan sonra heç bir əhəmiyyəti yoxdur. Tələbin Azərbaycandan kənara etap olunmamaq idi, lakin fikir verən olmayıb. Özünü üzməyin nə mənası var ki? Yaxşısı budur, aclıq aksiyasına son qoyasan. Bu sözləri eşidən məhbuslar da məsələdən hali oldular. Hərəsi bir tərəfdən üstümə düşüb, operin sözlərinə haqq qazandırdılar. Həqiqətən də dərində fikirləşəndə gördüm ki, deyilənlər doğrudur. Ancaq qəzəbimdən bir kəlmə də deməyə dilim gəlmirdi. Oper kameradan çıxdıqdan biraz sonra yenidən kameranın qapısını açdılar. Nəzarətçi operin göstərişi ilə torbada bir xeyli şəkər tuz gətirmişdi. Çayla qarışdırıb az-az mənə içirməyə başladılar. Beli-Lebeddə 5 gün qaldım. Aclığa son qoyduqdan sonra bu günlər ərzində xeyli toxtamışdım. 6-cı gün xəbər verildi ki, bizi bugün Zelyanokomski şəhərinə göndərəcəklər. Yenə yollar, yenə etap. Axır ki, gəlib mənzil başına yetişdik.
Biz yerləşdiriləcəyimiz zon hələ indi yaradılırdı. Bizdən bircə həftə əvvəldən həmin kolonda kişilər cəza çəkirmiş. Orada çox güclü qiyam törətmişdilər. Xeyli ölən, yaralanan olmuşdu. Qiyam yatırıldıqdan sonra isə bütün məhbusları başqa zonlara göndərmişlər. Biz gəldiyimiz ilk günlərdə orada hətta məhbusların meyitləri tapılırdı. Zon həqiqətən çox böyük idi. Kolonun rəisi Kanter idi. Milliyyətcə Alman olan rəis çox da qəddar adama oxşamırdı. Bu hələ ilk baxışdan gəldiyim nəticə idi. Dediyim kimi, kolon hələ indi məhbusları qəbul etməyə başlamışdı. Hər gün oraya 5-600 qadın gətirilirdi. Ölkənin bütün tərəflərindən, Leningraddan, Moskvadan, Rostovdan, Odessadan, bir sözlə, hər yerdən. Özü də hələ ki qadın məhbuslar üçün paltar olmadığından, gətirildiyimiz paltarda gəzməyə icazə verilirdi. Bir neçə gündən sonra nəhayət ki hamımızı qazyonlu formaya saldılar. Çox maraqlıdır ki, nəzarətçilər də hələ ki əvvəlcə kişi məhbuslar üzərində duranlar idi. Bizimlə də kişilərlə olduğu kimi vəhşicəsinə rəftar edirdilər. Qiyam zamanı deyəsən nəzarətçilərə yaxşıca dərs verilmişdi. Ona görə indi heyfini bizdən çıxırdılar. Bir sözlərini iki etməyə ixtiyarımız yox idi. Kolonun təzə yaradılmasından əmələ gələn nəzarətsizlikdən istifadə edərək ürəklərindən keçəni edirdilər. Zonun sahəsi çox geniş idi. Hardasa 4-5 minədək məhbus gətirilmişdi artıq. Yan-yana düzülmüş barakların arasında televizor qurulmuşdu. Gecələr orada bir neçə nəzarətçi dayanıb bütün baraklara nəzarət edirdilər. Çıxan, girən, hamısı onların gözünün qabağında idi. Zonun isə ümumi bir qnoyniki var idi. Barakdan çıxmaq istəyən məhbusları tutub saxlayırdılar. Gecə oraya getməyə qəti qadağan etmişlər. Bundan sözsüz ki, türmə rəhbərliyinin heç bir məlumatı yox idi. Bu qaydanı nəzarətçilər özlərindən yaratmışdılar. Elə görünür, kişi məhbuslar da onların belə alçaq işlərinə görə zonda bunt qaldırmışdılar. Yaxşı. Bəs əgər ayaq yoluna getməyə qadağan edirdilərsə, görəsən yazıq məhbuslar neynəməli idi? Səhərədək gözləməli idi. Bəziləri tab gətirə bilməyib barakdan çıxırdı. Nəzarətçilərə də bu lazım idi. O saat tutub əllərini qandalla bağlayırdılar. Əvvəlcə bir xeyli istədikləri kimi əylənirdilər. Başqa şey yox. Sadəcə olaraq keyf etmək üçün istintaq başlayırdı. Hara gedirsən? Niyə gedirsən? Səhərə qədər dözə bilməzdinmi? Bir sözlə. Beləcə tam cana doydurduqdan sonra yazıq dustaq da tab gətirə bilməyib onları söyməyə başlayırdı. Nəzarətçilərin də məqsədləri elə bu deyildimi? Adını qoyurdular ki, tabe olmaq istəmədi. Müqavimət göstərdi. Ən əvvəl yaxşıca döyürdülər. Sonra da aparıb atırdılar Karsa. Karsda nə Kars? Ciddi kişi zonları üçün nəzərdə tutulmuş Kars necə olardı? Zelyanakomsdakı cəza müddətimi belə dəhşətli bir vəziyyətə çəkməyə başladım. Bizi 1-2 gündən sonra iş yerinə apardılar. Orada da böyük tikiş sexi idi. Ancaq ilk dəfə sexə girəndə nə görsək yaxşıdır. Qiyam zamanı kişi məhbuslar bütün dəzgahları əzi-əzi etmişdilər. Hər dəzgahın da üzərinə eyni mətndə kağız yazıb yapışdırmışdılar. Bilirik ki, bizdən sonra buraya başqa dustaqlar gətirəcəklər. Müqəddəs yer boş qalmır. İnciməyin dəzgahları belə günə qoyduğumuza görə. Heç olmasa onları qaydaya salanadək bir neçə gün kef edərsiz. Buntçular. Bu yəqin ki, hansısa kefqon bir məhbusun əməli idi. Ancaq elə doğrudan da gözlədikləri kimi oldu. Dəzgahları işlək hala gətirənədək neçə gün çəkdi. Bu günlər ərzində isə bizə şübhəsiz ki, dinclik verilmədi. İlk işə başladığımız gün səhv etmirəmsə 3400 məhbus var idi zonda. Ağırdı gəlir deyə. İş rejimi 3 növbə idi. Tikiş sexi baraklardan hardasa 200-300 metr arasında yerləşirdi. Səhər saat 6-da qalxın komandası verilirdi. Yerimizdən qalxan kimi 5-10 dəqiqə vaxt verilirdi bütün işlərə. Sonra cərgə ilə zonun yeməkxanasına aparırdılar. Səhər yeməyimizi yeyib qurtardıq. Oradan da birbaşa vaxtaya. Briqadalara bölünüb 5 metrdən bir düzülürdük. Tikanlı məftillərdən hardasa 2 metr yol açılırdı. Bir-bir sayıb briqada buraxırdılar iş yerinə tərəf. Barakdan oraya qədər məsafə uzaq olmasa da çox sərt yol vardı. Zon dağın döşündə idi. Sexsə bir xeyli aşağıda yerləşirdi. Qış vaxtı yer qar olanda nəzarətçilər özləri icazə verirdilər. Oturub əl-elə tutaraq sürüşə-sürüşə düşürdük sexə. Vay o gündən ki, yer palçıq olaydı.
İşimiz müsibət idi onda. O 200 metr yolu gedib çıxana dək üst başımız bir günə düşürdü ki, gəl görəsən. Yer qar olanda isə qayıtmaq işimiz müşkülləşirdi. Baraklarla sexin arasındakı ərazidə bir bina vardı. Sonradan məlum oldu ki, o bina Almanların tikdiyi krematoriya imiş. Adamları yandırmaq üçün istifadə olunan yer. Hər gün onun qarşısından keçəndə dəhşət bürüyürdü bizi. Beləcə, hər gün əzabla gedib çatırdıq iş yerimizə. Birbaşa nəfəslə dərməyə imkan vermədən sexə daxil olurduq. Burada da tikiş sexi idi. Əsasən mişəqırançılar üçün ilan zad çalmasın deyə əlcək, şüşəli kostyumlar tikirdik. Yayda o uçsuz-bucaqsız meşələrdə ilan əlindən tərpənmək mümkün deyildi. Bundan əlavə məhbuslar üçün formalar, internat məktəblərinin şagirdləri üçün paltarlar, dəmir yol işçiləri üçün sarı rəngli formalar hazırlayırdıq. Ən ağır iş şüşəli parçadan əlcək, paltar tikənlərin idi. Əlləri parça-parça olardı həmişə. Zarafat deyildi. Adi parçadan nəsə tikməyə nə vardı ki? Özü də onlardan da plan tələb edilirdi. Lakin başqa məhbus qadınlara nisbətən onların əmək haqqı çox hesablanırdı. Ancaq Allah kəssin elə pulu. Canlarını qoyurdular. Mənim o zonda iş sarı bəxtim gətirmişdi. Bəlkə də elə bütün sexdə ən asan iş mənimdi. Bırakıyor. Narmirovşitsə idim. Hazırlanmış materiallar ən axırda əlimdən gəlib keçirdi. Güya ki, baxıb keyfiyyətini yoxlamalıydım. Yararsızları, defekti olanları geri qaytarmalıydım. Qalanları isə növlərə bölməliydim. Hər paltarın üzərində onu tikən məhbusun nömrəsi olurdu. Bununla bırakın kimə məxsus olduğunu müəyyənləşdirirdik. Mənim də yazığım gəlirdi axı. Bırak olunmuş hər bir şeyi üçün onu tikən məhbusun pulundan çıxırdılar. Ona görə də gözümü yumub hamısını birinci növ kimi bıraxırdım gedirdi. Sonra zibilini özüm çəkirdim yenə. Göndərildiyi ünvandan bırak edib geriyə. Üstümüzə qaytarırdılar. Daha ondan sonra günah mənim boynumda qalırdı. Həmin paltarlara çəkilən xərci, üstəlik göndərilməsinə, geri qayıtmasına xərclənənlərlə bir yerdə əmək haqqımdan çıxırdılar. Qızlar özləri də yaxşı bilirdi ki, bu onların əziyyəti də çəkirəm. Zəhmətimi qiymətləndirirdilər. Bir də görürdün ki, 10 paçka ilə siqaret, çay, görüşə gələnləri olanda mənim üçün ayrıca pay ötürürdülər. Bir sözlə, o zonda da yaxşı hörmətim vardı. Hamısı yolumu saxlayırdı. Tikiş sexi 3 növbə işləyirdi. Növbənin iş vaxtı 8 saat idi. Hər birimiz bir həftədən bir növbələri dəyişirdik. Qanuna görə şənbə, bazar günləri işləməli deyildik. Əvvəllər həqiqətən də belə idi. Sonra özlərindən təzə oyunbazlıq çıxardılar. Güya zonlar arası yarış təşkil etdilər. Bizim zon hansısa kişi zonu ilə yarışırdı. Hər həftənin cümə günləri kolonun rəisi bütün məhbusları yığıb iclas edirdi. Və yarışda geri qaldığımızı xüsusilə qeyd edərək, bu həftənin istirahət günlərini də işləmək lazım gəldiyini bildirirdi. Bizi uşaq kimi ruhlandırmaq üçün artıq çay verəcəyinə, mağazadan istədiyimiz şeyləri götürmək üçün əlavə pul ayıracağına söz verirdi. Beləcə, bir neçə həftə davam etdikdən sonra, axırda bu qayda adət halına keçdi. Belə götürəndə bizim üçün elə işləmək hamısından yaxşı idi. Güya ki, zonda qalanda rahat nəfəs almağa imkan verirdilər, yenə işdə başımız qarışırdı. Cəhənnəm əzabının sonu. İlk dövrlər heç kəslə münasibətdə ola bilmirdim. Bir nəfərlə də olsun danışmağa həvəsim yox idi. Məhbuslardan bəziləri vəziyyətimi anlayırdı. Təskinlik verməyə çalışırdılar. Gürcüstandan Meli Lalu adlı Varavayka vardı. Əsasən onunla oturub dururdum. Yaşca məndən böyük idi. O qədər gözəl, mədəni qadındı ki, baxanda heç xəyalına belə gətirə bilməzdin ki, o cibgirdi. Sonda onun da xüsusi hörməti vardı. Bütün dustaqlar arasındakı söz-söhbətlər axırda gəlib onun yanına çıxırdı. Hamı sözünü eşidirdi. Boş vaxtlarımda oturub onunla söhbətləşərdim. O qədər maraqlı danışardı ki, sakitcə dayanıb qulaq asmaqdan doymazdım. Lolua ilə söhbətdən sonra ürəyimdə bir arxayınlıq, sakitlik yaranırdı. Ondan başqa, Tbilisidən Knaruk Uspiyan adlı bir erməni qızı da bizimlə idi. O da Lolua ilə bir yerdə etap olunmuşdu. Mənə baxanda onların işi lap müsibət idi. Hərəsinin belinə 8 il yükləmişdilər. O zonda olmazın haqsızlıqlara rastlaşırdım. Mənə qarşı yox, çoxu da başqalarına qarşı. Hesabını qanmayan məhbuslar o qədərdi ki, görürsən nahaqdan cəzalandırırlar, əmək haqqını kəsirlər.
əlavə növbəyə göndərirlər. Biri də qorxusundan başını qaldırıb bircə kəlmə deyə bilmir. Haqlarını müdafiə etməyə hünərləri çatmırdı. Durub sakit baxa bilmirdim. Özümü saxlamağa gücüm çatmırdı. İşə qarışırdım, sözümü deyirdim. Başqasını müdafiə etdiyimə görə o qədər cəzalandırılmışam ki. Sözsüz ki, həmin an heç nə demirdilər. Ancaq qara siyahılarına düşmüşdüm. Bircə səhv addım atan kimi ən azı 15 günlüyə Karsa göndərirdilər. Oradakı əsl cəhənnəm. Döşəməsi nəm betonda, bütün günü ayaq üstə dayanmalı olursan. Karsın qaydası belədir ki, gün ərzində 1 kruşka qaynadılmış su, 200 qram çörək, bir də gün aşırı günorta sup verirdilər. Adboy zonda adi halda saat 9-da olur. Karsda isə saat 11-də nəzarətçi divardakı naranı açır. Yatmağa uzanırsan. Alçaqlar Karsa salmazdan əvvəl əynimizdəki qalın paltarları, buşlatı, adyal materialından olan şalı soyundurub içəri buraxırdılar. Kamera çox soyuq olduğundan gözə yuxu da getmirdi. Ancaq nara verildikdən sonra nə qədər olmasa da hər halda quru taxtanın üstündə uzanmaq, nəm daşın üzərində oturmaqdan yaxşı idi. Bürüşüb təzəcə canına isti, gözünə yuxu keçəndə bir də görürdün nəzarətçi bayırdan naranı çəkdi. Güppultu ilə yıxılırdın daş döşəmənin üstünə. Səhər durmaq komandası da zondan 1 saat əvvəl, saat 5-də olurdu. Sonra da bütün günü təkcə soyuq kamerada oturmalısan. Nə gəzinti, nə siqaret çəkmək. Heç nəyə icazə verilmirdi. Özünü yaxşı aparmadın, nə isə xoşlarına gəlmədi, cəza müddətini 15 gündə artırırdılar. Digər davam gətir, 1 ayda bu cəhənnəmdə. Elə olurdu ki, bəzən 3 cəza müddəti əlavə edirdilər. Dustaq elə günə düşürdü ki, tanıması qalmırdı. Mənim başıma neçə kərə gəlib belə hadisə. Axırda qızlar mənə yalvardı ki, daha bəsdir, dilini dinc saxla, nə qədər Karsa düşürmək olar. Həqiqətən də o qədər Karsda qalmışdım ki, 1-2 dəfə də düşsəm, bur kəsəcəkdilər. Oradan da sonra heç şübhəsiz ki, Krıtiyə göndərə bilərdilər. Ona görə də məni bu vəziyyətdən çıxarmaq üçün yalvar-yaxar edib dinməməyi məsləhət bildilər. Ağlıma batdı. Bircə Krıtiyə göndərilməyim qalmışdı. Belə qərara gəldim ki, daha heç kəsin işinə qarışmayım. Dinməzcə cəzamı başa vurum. Belə də etdim. Zon rəhbərliyinin yanında bircə kəlmə də olsun danışmırdım. Nə olsun ki, bu yolla da yaxamı əllərindən qurtara bilmədim. Kolon rəisinin siyasi işlər üzrə muavini vardı. Popova. 32 il cəza çəkdiyim müddət ərzində ondan çəkdiyimi heç kəsdən görməmişdim. Zalım qızının məni görməyə gözü yox idi. Sakit keçə bilməzdi ki yanımdan. Beləcə, bircə kəlmə də dinməyəcəyimə söz verdikdən sonra günlərin birində zonun həyətində təsadüfən bununla rastlaşmışdım. Və sözsüz ki, dinməz söyləməz keçib getdim. Arxadan məni səslədi. Məhkum Klara Yusifzadə, nə üçün salam vermədən keçirsən? Lənət sənə kör şeytan. İşə düşmədiyim. Od məni götürdü. Qəzəblə cavab verdim. Sizə nə lazımdır? Məndən nə istəyirsiniz? Mən sizdən bezdiyim, siz məndən yox. Cavabında nə desə yaxşıdır. Məni sizin sükutunuz narahat edir. Daha bu sözdən sonra özümü saxlaya bilmədim. Onda mən nə etməliyəm? Qışqırıram, sizə xoş gəlmir. Susuram, yenə də. Bəs indi nə edim? Yenə söhbət uzandı. Davadalaş. Axır ki, 15 günlük Karsa elan etdilər. Beləcə, Popova mənə göz verib işıq vermirdi. Ancaq gördüm ki, onsuz da sussam da, danışsam da heç bir fərqi yoxdur. Fikirləşdim, daha nəyə görə susmalıyam? Karsdan çıxan kimi başladım köhnə qaydada yazdıqları, dilsiz ağılsızları müdafiə etməyə. Moskvada Nin adlı bir dustaq vardı. Hardasa 40 yaşında olardı. Yazığım biri idi. Heç özü də əməlli başlı anlaya bilmirdi ki, nəyə görə həbs olunub. Rəfiqəsinin qurduğu tələyə düşmüşdü. Sən demə, Ninanın əri ilə onun arasında əlaqə varmış. Şərliyib tutturmuşdular. Heç cür günahsızlığını sübuta yetirə bilməmişdi. Bu zona əsasən bir neçə dəfə həbs olunanları, ipə sapa yatmayanları etab edirdilər. O bədbəxt qızı necə gəlib çıxmışdı bura, heç kim baş aça bilmirdi. Çünki nə desələr, heç fikirləşmədən yerinə yetirəsi idi. Daha baxmazdı ki, bu iş ona aiddir yoxsa yox. Bəzən bir növbədə işini başa vurduqdan sonra sex rəisi Ninanı ikinci növbədə işləməyə saxlayırdı. Bir dəqiqə başını qaldırıb ətrafa da baxmazdı. Dayanmadan, fasiləsiz işləyərdi. Ancaq nə olsun ki?
Ayın başı çatanda hamıdan az əmək haqqı ona yazılırdı. Hətta siqaret pulu da vermirdilər ki, elə başını girləyə bilsin. Bircə kəlmə də soruşmurdu ki, abalam, hamıdan çox işləyən mənəm. Niyə pulum hamıdan azdır? Özünü dəfələrlə başa salırdım. Xeyri olmurdu. Qorxusundan dillənə bilmirdi. Məcbur olub özüm qarışırdım işə. Sex rəisi bərk qəzəblənirdi. Qarışma, bunun sənə dəxli var. Qoy o özü cavab versin. O bacarmır, qorxur, deyə cavab verirdim. Bəs sən qorxmursan? Yox, nədən qorxmalıyam? Hə, deməli qorxmursan. Nə olar? Siz məni qorxutmağa çalışmayın. Görəndə ki, heç nədən çəkinmirəm. Həqiqəti deyirəm. Haqqı tələb edirəm. Biraz səsinin tonunu endirirdi. Biz ki, səni incitmirik. Öz işinlə məşğul ol. Siz heç məni incidə də bilməzsiniz. Əgər bacarsaydınız, edərdiniz. Bu söhbətdən sonra yenə bir bəhanə ilə basırdılar Karsa. Əllərində çətin deyildi ki. Səbəb tapmağa nə vardı? Amma neyləsələr də məni sındıra bilmirdilər. Yenə sözümü deyirdim. Hər gün bir macəra ilə rastlaşa-rastlaşa cəza müddətimin başa çatacağını gözləyirdim. Bakıdan tez-tez məktub alırdım. Ənvərdən, Məmmədağadan. Uşaqlardan bərk nigaran olduğumu bilirdilər. Hər dəfə vəziyyətin lap yaxşı olduğunu yazaraq, uşaqlar saradan tam arxayın etməyə çalışırdılar məni. Qardaşlarımın uşaqların qeydinə qaldığına, öz balaları kimi baxdığına şübhəm yox idi. Ancaq nə qədər olsa da, özgə qapılarında qalmışlar. Ürəkləri istəyən kimi hərəkət etməyə imkanları olmurdu. Dayı evi olanda nə olar? Hər bir kəsə öz evi qədər doğma yer ola bilməz. Ənvər son məktubunda yazmışdı ki, Nüsrət oğlu Tofiqin köməkliyi ilə Esteri prokurorluğunaca müraciət ediblər. Mənim geriyə, Azərbaycana etap olunmağımı təmin etmək üçün. Tofiq özü də zonda olmasına baxmayaraq, bu işlə çox ciddi məşğul olurdu. Bayılda türmə rəisinin onu aldadıb, yanında başını qataraq, məni buraya etap etməsini heç cür bağışlaya bilmirdi. Özünə söz veribmiş, nəyin bahasına olursa olsun, məni Bakıya qaytaracaq. Ənvər yaxın günlərdə Moskvadan bir soraq çıxacağını bildirirdi. Geriyə etap olunacağıma ümid çox idi. Yenə də narahat, intizar dolu günlərim başladı. Lap səbirsiz olmuşdum. Əlim işə gücə yatmırdı. Günlərim o qədər dözülməz keçirdi ki, sakit ötüşən hər anıma şükür edirdim. Dişimi dodağıma sıxıb Bakıya etap olunmağım haqda Moskvadan gələcək qərarı gözləyirdim. Nəhayət ki, bir gün Papova məni yanına çağırdı. Düzü heç ağlıma gəlməzdi ki, yenə bir xeyir iş barədə onun dilindən eşidə bilərəm. Adətən nəsə bir günahım olanda onun kabinetinə yolum düşərdi. Ürəyim ağzıma gələnədək uzun-uzadı nitq söyləyərdi. Mənə öyüd nəsihət verərdi. Axırda da cəzamın müddətini bildirib, növbəti əməlimə görə Karsa göndəriləcəyi ilə hədələyirdi. Ona görə də düşündüm ki, yenə hansısa səhvimi çatdırıblar Papovya. Ancaq kabinetə daxil olanda məni çox nəzakətlə, hörmətlə qarşıladığını görüb çaşdım. Bu dəfə ilan kimi quyruğu üstə qalxmamışdı. Yaxınlığındakı stollardan birində yer göstərdi. Əyləşdim. Bir xeyli sakit nəzərlərlə məni süzüb sözə başladı. Belə, Klara Yusifzadə, istəyirəm səni sevindirəm. Qulaqlarıma inanmadım. Bəlkə də bu da növbəti bir oyunbazlıqdır. Deyəsən ürəyimdən keçənləri gözlərimdən oxumuşdu. Cavabımı gözləmədən fikrinə davam etdi. Moskvadan göstəriş gəlib. Yaxın günlərdə Bakıya göndəriləcəksən. Daha hər şey mənim üçün aydın idi. Sevincimdən uçmağa qanadım yox idi. Papova olmasaydı, bəlkə də bu sözləri söyləyəni bağrıma basardım. Ancaq ona qarşı elə dərin nifrətim vardı ki, sevincimi də biruzə vermək istəmirdim. Rəis muavini yenə nəsə hüdürləyib tökürdü. Ancaq onun dediklərinə qulaq asmaq iqtidarında deyildim. Bu cəhənnəm əzabından sağ-salamat qurtardığıma görə xəyalən göylər açmışdım. Nəhayət ki, deyəsən, Papova nitqini başa vurdu. Matdım-matdım dayanıb üzümə baxırdı. Onu eşitmədiyimi dərk etmişdi. Sual dolu baxışlarını üzərimdə hiss edəndə sanki yuxudan ayıldım. Papova, indi isə azadsan, deyib başı ilə getməyimə işarə verdi. Həmin görüşdən cəmi 3 gün sonra artıq bütün sənədlərimi hazırlamışdılar. Papova məni kabinetinə çağırtdırdı. Söhbətimiz xeyli çəkdi. Bugünə də etdiyi pisliklərə görə günahkar olmamağını sübuta yetirmək üçün 100 dəlil gətirdi. Sən demə, o mənim yaxşılığım üçün edirmiş bütün hərəkətlərini. 3 uşağımın başsız qaldığını eşitdikdən sonra deyəsən ürəyi yumşalmışdı. Nəhayət ki,
Artıq elə bu gün etap olunacağımı bildirdi. Ən sonda isə özümü ağıllı aparmağı tapşıraraq vidalaşdı. Oradan Bakıyacan gəlib çıxmağımız xeyli çəkdi. Yenə eyni qaydada bütün stansiyalarda dayana-dayana yolu 2-3 günə gedirdik. Axır ki Bakıya çatdıq. Vağzaldan bizi birbaşa Varanoklara yığıb Bayıl türməsinə gətirdilər. Hərdəsə 3 gün orada saxlandım. Oradan isə 4-cü kolona göndərdilər. Bakıda qadın zonu orada idi də. Həmin dövr həmin kolonun rəisi Mamedov idi. Çox gözəl insan idi. Allah ona rəhmət eləsin. Heç ölməli adam değildi. Kolona gəlib çatan kimi məni rəisin kabinetinə gətirdilər. Mamedovdan başqa otaqda hərbi formada xeyli adam vardı. Xüsusi şöbənin rəisi, oper, zampolit. Əynimdə sifarişlə tikilmiş teleqreyka, yaxasında yazısı, paltarım, çəkmələrim tərtəmiz. Rusiyada belə şeylərə xüsusi diqqət yetirilirdi. Əllərim arxamda, içəri daxil olan kimi Rusça doklad etməyə başladım. Осужденная Клара Юсуфзаде. Статья 144. Срок 3 года. Начало срока 1974 года. Конец срока 1977 гоda. Kabinetdə əyləşənlərin hamısının matı qutu qurumuşdu. Rəis təəccüblə məni süzərək. Siz bir buna baxın. Rusiya zonlarının qayda qanununa fikir verin. Biz burada məhbusları başlı başına buraxmışıq, dedi. Bizi Rusiyada zonlarda belə öyrətmişdilər. Mən hardan biliydim ki, Bakıda belə şeylərə heç məhəl qoyan da yoxdur. Sonra rəis məni zonun qayda qanunu ilə tanış etməyə başladı. Burada məhbuslar üçün hər cür şərait yaratmışıq. Bilirəm, Rusiyada qənd, çay sarıdan körlük çəkmisən. Burada istədiyin qədər almağa imkan verilir. Baraklarda mətbəx təşkil etmişik. Çay qaynatmağa, yemək hazırlamağa icazə veririk. Bir sözlə, eşitdiklərimə inanmağım gəlmirdi. Rəisin dedikləri həqiqət idisə, onda bura zon deyildi ki, pioner düşərgəsi idi. İlk instruktaj keçdikdən sonra məni baraka apardılar. Yerimi göstərdilər. İçəri daxil olanda barakın səliqə səhmanına, şəraitinə məətəl qaldım. Divarlar, döşəmə zövqlə rənglənib, keçidlərə adyal salınıb. Ortada stol qoyulub. Üzərində plasmas vazalarda meyvə, stəkanlarda çay içirlər. Bir sözlə, əsl cənnətdir. Yerimi müəyyənləşdirdikdən sonra sənədləşmə başladı. Bir otaqdan o birinə. Bütün əməliyyatlar başa çatanacan xeyli vaxt çəkdi. Bütün sənədləşməni başa vurub baraka qaydanda artıq qızlar döşəyimi, yastığımı, hamısını alıb yerbəyər etmişdilər. Ancaq hiss edirdim ki, məhbuslar mənə belə bir təhər baxırlar. Elə bir adam yiyəndim, nə idim? Şübhəsiz ki, gəlməzdən əvvəl haqqımda kolon rəhbərliyi necə məlumat vermişdisə, yazıqların ürəyi qopmuşdu. Ancaq yəqin ki, aralarında məni yaxından tanıyanlar vardı. Başa salmışdı ki, heç olmasa gəlişimlə əlaqədar stol açmaq lazımdır. Sağ olsunlar. Dünyanın bütün naz nemətindən süfrəyə düzmüşdülər. Gəlişimi əməlli başlı təntənə ilə qeyd etdik. Doğrusu məhbus qadınlar arasında tanıdığım qızlardan heç kəs yox idi. Ancaq məni tanıyanlar, haqqımda eşidənlər kifayət qədərdi. Məclisimiz başa çatdıqdan sonra durub koykama yaxınlaşdım. Tumboçkamı açdım ki, ağzına dək doludur. Çay, konfet, qənd. Gözlərim kəlləmə çıxdı. Dedim, bəlkə nəsə qurğu qurublar mənə. Rusiyada belə şeyə görə dustağın başına oyun açardılar. Ayda 50 qram çay verirdilər. O da 2 saatlıq idi. Çifir edib içirdik. Qalan vaxtlar nə zülmlə tapırdıq. Qənddəki qəti qadağan olunmuşdu. Mən elə şəraitə uyğunlaşmış adam, indi birdən-birə bu qədər çayı, qəndi görəndə nələr düşünməliydim? Bir sözlə, Bakının zonları ilə Rusiyadakiların rejiminə görə müqayisə etmək olmaz. Bir şey var ki, Rusiya zonlarında məhbuslara münasibət eynidir. Yəni bizdəki kimi pulun hesabına yaşamaq mümkün deyil. Bizdə belədir ki, pulun varsa adam sayırlar. Yox əgər yoxundursa, kimliyindən, xarakterindən asılı olmayaraq vecini alan olmur səni. Bizim zonların da bu işi dözülməzdi. Nəysə, Zelyanokomskdan etap gəlib Bayıl türməsində olduğum müddətdə evə xəbər göndərmək mümkün olmadı. Ancaq kolona çatan kimi ünvanımızı öyrənib qohumlara gəlişimi çatdırdılar. Xəbəri eşidən kimi Zoya, Sona ilə İskəndəri də götürüb zona gəlmişdi. Rəis çatan kimi xəbər göndərib məni çağırtdırmışdı. Görüş otağına girəndə Mamidovu da orada gördüm. Zoya ilə, uşaqlarla görüşdüm.
Özümü elə itirmişdim ki, heç bilmirdim nə danışım uşaqlarla. Sona artıq böyük qız olmuşdu. El İskəndərin də artıq 12 yaşı vardı. Görmədiyim 2 il ərzində xeyli böyümüşlər. İlk andan onları görən kimi ürəyimdə bir arxayınlıq yarandı. Əyin başlarından, rəng ruflarından qohumların onlara qayğı ilə yanaşdığı hiss olunurdu. Elə Mamedov da yəqin bunları gördükdən sonra gülə-gülə. Sən bir işə bax, belə qatı bir cinayətkarın nə gözəl övladları var, dedi. Zarafat üçün deyilmiş olsa da, doğrusu bu söz qəlbimə dəydi. Bir qədər də incik tərzdə. Yoldaş rəis, sizin sözünüzlə cinayətkarın övladları mütləq eybəcər olmalıdır. Heç kəs anadan cinayətkar doğulmur ki. Hərənin bir ömür yolu var. Mənə də belə bir tale yazılıbsa, övladlarım günahkar deyil ki, deyə cavab verdim. Rəis özü də belə vəziyyət alınacağını gözləmirdi. Bir xeyli tutulduğundan heç nə demədi. Sonra yenə gülə-gülə. Allah saxlasın balalarını. Qəlbinə niyə dəyir? Mən zarafat üçün dedim. Söyləyərək gərginliyi aradan qaldırdı. Sonra da uşaqların mənim yanıma gəlməsinə icazə verdi. İskəndər nəsə gördüm, gizlincə söz demək istəyir. Qulağıma pıçıldayaraq, sənə köynəyimin içində pay gətirmişəm. İndi necə verək? Rəis bu sözləri eşidib, oğlum, heç nədən çəkinmə. Nə gətirmisənsə, arxayınca anına verə bilərsən. Özü ilə götürər içəri, narahat olma. İskəndər ürəklənib, köynəyinin altında gizlətdiyi şeyləri çıxarıb stolun üzərinə tökdü. Mamedov otaqdan çıxıb bizi tək qoydu. Xeyli söhbətləşdik. Vaxt başa çatanda isə rəisin göstərişi ilə gətirilən peridaçanın hamısını içəri keçirməyə icazə verdilər. Doğrusu, indiyə kimi cəzalarımı Rusiya zonlarında çəkdiyimdən rəisin belə mülayim münasibəti məni təəccübləndirirdi. Görüş vaxtı başa çatdıqdan sonra oradan tikiş sexinə gətirildim. Sex rəisinin kabinetinə daxil olduq. İş yerim müəyyən edilməli idi. Tikiş işləri üzrə 6-cı dərəcəli usta idim. Bu neçə illər ərzində zonlarda yeganə qazancım bu olmuşdu. Ona görə də mənə ən çətin işlərdən birini həvalə etdilər. Sexə keçdik. İşləyəcəyim dəzgahı göstərib fəaliyyətə başlaya biləcəyimi bildirdilər. Elə bir plan qoyulmuşdu ki, eşidəndə gözüm kəlləmə çıxdı. Zelyanakumsda da tikiş sexində işləmişdim. Orada iş vaxtı 8 saatdı. 1-2 saat işləyirdim, oturub siqaretimi çəkirdim. Arada bir çay da içirdim. Bütün bunlardan sonra planı 200% yerinə yetirirdim. İndi isə burada məlum oldu ki, iş vaxtı 12 saatdır. Dəzgahın arxasından qalxmayaraq qan-tərə batıb işləyirdim. Axşam işin sonunda fikirləşdim ki, yəqin bir 400-500% plan vermişəm. Hesablayıb bildirdilər ki, heç planı 100% də verməmişəm. Elə həmin gündən sex rəisi Şamilə dedim ki, mən bu dəzgahda işləməyəcəm. Səbəbini soruşduqda dedim. Mən Zelyanakumsda 3 dəfə bundan az işləyirdim. 200% plan verirdim. Bu necə olur? Sonra həmin zondan gəlmiş sənədlərimi qaldırıb aydınlaşdırmışdılar ki, həqiqətən də belə olub. Şamil bu sözləri eşitdikdən sonra, yaxşı, səs salma, yatanları ayıltma, işini dəyişərik, dedi. Xoşbəxtlikdən elə həmin gün bizim sexə hərbi hissələrdən sifariş qəbul olunmuşdu. Təyyarələrin üstünə çəkmək üçün 72 kvadrat metrlik çadırlar hazırlamaq gərəkdi. Çadır tikmək də o qədər gərginlik tələb edən iş deyil. Şamil səhərsi məni çağırıb bu təklifini bildirdi. Sexin içərisində kiçik bir otaq vardı. Orada bir neçə dəzgah yerləşdirilmişdi. Həmin otaqda mən tək işləyəcəkdim. Elə həmin gündən tək başına otağın qapısını bağlayıb işə başladım. Düzdür, tək adam üçün biraz çətin idi. Ancaq birtəhər tək də yola verirdim bu işi. Birini hazırlamaq üçün 3 gün vaxt verilirdi. Ancaq elə olurdu ki, bir günə birini hazırlayırdım. Özü də dincələ-dincələ. Otaqda hər bir şərait vardı. Çay qaynatmağa da, yemək hazırlamağa da. Gündə bir dəfə görürdüm qapı döyülür. Sex rəisi Mamedov hərdən bir baş mühəndis gəlib işimi yoxlayırdılar. Həm onlar üçün yaxşı idi, həm də mənim üçün. Plan da verirdim. Ürəyim istəyən kimi də işləyirdim. Zonda oturub durduğum Sofa ilə Məryəm idi. Hər ikisi mumun ilk açıldığı günlər orada şöbə müdürü işləmişdilər. Böyük bir əməliyyat aparıb küllü miqdarda pul qazanmışlar. Çox sadə yolla. Bazadan götürdükləri malı mərkəzi univermağa deyil, başqa yerə ötürmüşdülər. Məsələnin üstü açılmışdı. Hərəsinə 14 il cəza müddəti təyin etmişdilər. Sofa əslən Lənkərandan idi. Amma 5-ci Zavağzalnıda böyümüşdü. Əri erməni idi. Hardasa 40 yaşı olardı. Onun zonda xüsusi hörməti vardı. Məryəm də Bakılı idi.
Məşədi Əzizbəyovun yaxın qohumlarındandır. Sofa biçmə sexində bir qədir işləyirdi. Həm də oranın ambardarı idi. Sexin bütün ixtiyarı onun əlində idi. İstənilən problemi olan adamlar ona üst tuturdular. Çox uzun əli vardı. Bacarmadığı iş yox idi. Hətta dinin rəhbərlərindən biri, General Minasyan arabir zonu yoxlamağa gəlirdi. Hər dəfə mütləq Sofanın bir qədir olduğu sexə girib, onunla görüşməli idi. Əri ilə çox yaxın münasibətləri vardı. Bir sözlə, Sofanın kəsdiyi başa sorğu-sual olmazdı. Özü də çox dilibaş qadındı. Dili də vardı, dilcəyi də. Ömrü boyu aristokrat bir ailədə böyümüşdüsə də, zona düşdükdən sonra bu həyata da alışmışdı. Hərəkətlərinə fikir verəndə elə bilərdin, bütün həyatını zonda keçirib. Hətta dustaqlar arasında davadalaş olanda da bütün söhbətləri o həll edərdi. Heç kəs sözündən çıxmazdı. Sofa isə yaşca ondan böyük olduğuma görə bütün məsələlərdə mənimlə məsləhətləşirdi. Fikrimlə hesablaşardı, yolumu saxlayırdı. Cəzamın bir ilini Bakıda sakitçiliklə başa vurduğumda onun da, Məryəmin də rolu böyük oldu. Dolya Varovskaya. Nəysə, cəza müddətim başa çatdı. Qardaşım gil evə buraxılacağım günü əvvəlcədən bilirdilər. Bir hazırlıq görülmüşdü, bir məclis qurulmuşdu. Əsl toy bayram idi. Tanışlar, qohumlar hamısı yığışmışdı. Cuhud məhəlləsindən erməni qızı Tamusya vardı. Yaxın münasibətdə idik. Çalğıçıları o təşkil etmişdi. Qoyunlar kəsilmişdi. Kebabçılar hazırlıq görürdülər. Bir stol açılmışdı ki, həyətin yarısını tutmuşdu. Məni qarşılayanlar arasında Göygöz Sabir də vardı. Dostları Keşləli Əziz, Nağıyev Mamed, Makintoş Arif Poluxinski, Krasyuk da oradaydılar. Bütün qonaqlarla görüşüb biraz söhbətləşdikdən sonra süfrəyə çörək gəlməmiş Sabirə dedim ki, mən zonda xlebniklərimə söz vermişəm. Onu mütləq yerinə yetirməliyəm. Azadlığa buraxılan gün son anda Sofagillə vidalaşarkən ürəyindən keçənləri öyrənmək istədim. Biraz düşünüb, Klara, səndən bircə xahişim var. Klarnetdə Dolya Varovskaya qulaq asmaq istərdim. İmkan olsa, gəlib elə kalonun yanında o mahnını çaldırarsan, demişdi. O vaxt bu mahnının təzə dəbdə olan vaxtı idi. Mən də söz verdim ki, onun bu arzusunu mütləq yerinə yetirəcəm. Sabir bu sözləri eşidən kimi hazırlığa başladı. Hazırlanmış yeməklərdən, süfrənin üzərinə düzülmüş bütün nemətlərdən zondakı məhbuslara pay düzəldib, çalğıçıları da ayağa qaldırdı. Qonaqların hamısı ilə bir yerdə maşınlara əyləşib Qara şəhərə, 4-cü kalona yola düşdük. Zonun yoluna çatıb maşınlardan tökülüşdük. Çalğıçılar Dolya Varovskayanı çalmağa başladılar. Bir hayküy vardı ki, səsküyə zondakı məhbusların hamısı pəncərəyə toplaşmışdılar. Çalan kim, oynayan kim? Ətraf binalar da hamısı heyrətlə eyvana çıxıb bu mənzərəni seyr edirdilər. Zondan boylananlar arasında Sofanı gözüm aldı. O da məni görürdü. Başının işarəsi ilə çox sağ ol dedi. Deyəsən hələ biraz da kövrəlmişdi. Yarım saatdan çox çalçağır davam etdi. Milislər də gəlib çıxdılar. Onlar da baxan kimi vəziyyəti anladılar. Çox nəzakətlə ətraf binalarda yaşayan vətəndaşları narahat etməmək üçün yığışıb getməyimizi məsləhət bildilər. Gətirdiyimiz payda məhbusları ötürüb vidalaşaraq geri qayıtdıq. Məclis həyətdə yenidən qızışdı. Yemək içməyə başladı. Aradan biraz keçmiş, həyətdə kiminsə Göygöz Sabiri soruşduğunu söylədilər. Qalxıb küçə qapısına çıxdı. Biraz ləngidi. Narahat olub, biz də arxasınca getdik. Gələnlərin heç birisini tanımırdım. 3 nəfər idilər. Sabir bizi tanış etdi. Onlardan biri Gürcü balası Dato Taşkenski idi. Nəsə problemləri vardı. Ona görə də köhnə dost kimi Sabirə üst tutmuşdular. Doğrusu Göygöz Sabir Datonun hansı problemlə əlaqədar gəldiyini açıqlamadı. Heç özüm də dərinə getmədim. Qonaqları içəri dəvət etdik. Sabir uşaqları çağırıb nəsə göstəriş verdi. Dato ilə süfrənin lap başında yer elədik. Əyləşib hardasa 2 saata qədər məclisdə iştirak etdilər. Sonra deyəsən işləri yoluna qoyulmuşdu. Qalxıb göstərdiyimiz hörmətə görə minnətdarlıq edərək yola düşdülər. Orta Asiyaya getmək fikirləri vardı. Həmin görüşdən sonra taleyin qisməti elə gətirdi ki, Dato ilə bir dəfə görüşə bildik. 1982-ci ildə Aşqabada etap olunmuşdum. O vaxt Dato da həmin türmədə idi. Qonşu kameralardaydıq. Mən 143-cüdə, o isə 144-cü kamerada.
Datogülü də yola saldıqdan sonra məclis gecənin yarısına dək davam etdi. Qonaqlar yavaş-yavaş dağılışıb getdilər. Nəhayət ki, övladlarımla təklikdə qaldıq. Kim nə deyir desin? Vallah. Dünyada öz halal evində balalarınla bir yerdə arxan yatmaqdan gözəl şey yoxdur. Həmin gecə ürəyimdə qövr edən yeganə fikir məhz bu idi. Uşaqlar gözümün qabağında azad, ürəyim buz kimi. Xoşbəxtlik elə budur da. Mən hansı yolla olur olsun, istər azadlıqda, istər qazamatda olarkən, uşaqlarıma körlük çəkməyə imkan verməmişəm. Düzdür, ana kimi qayğılarını çəkməyə, nazları ilə oynamağa çox vaxt imkanım olmayıb. Ancaq maddi cəhətdən həmişə köməkli etmişəm ailəmə. Hətta zonlardan evə pul göndərdiyim vaxtlar da çox olub. Lap son illərə dək ovuc-ovuc qızıllarım vardı. Hamısını balalarımın yolunda tükdüm. Paqanlılar elə bir həmin qızılları əlləri ilə qoymuşlar. Uşaqlar biraz baş qaldıran kimi, hər dəfə bir kələ ilə gah Ələskəri, gah İskəndəri tutub aparırdılar şöbəyə. Bilirdilər ki, buraxmaq üçün nə qədər pul istəsələr, Klara etiraz edən deyil. Mən tutulmağın ləzzətini özüm görmüşdüm deyə, nə qədər istəsələr aparıb verirdim. Təki uşaq həmin bircə gecəni kamerada yox, gözümün qabağında, yanımda yatsın. Necə adət etmişdilərsə, pul lazım olan kimi başqa yerə getmirdilər. Yerini yaxşı bilirdilər. Bu yolla bütün varidatımı əlimdən aldılar. Axırda da uşaqları qurtarmağa pulum qalmayanda tutub saldılar içəri. Alçaqları inandıra da bilmirdim ki, daha heç nəyim qalmayıb. O qədər verhaverin qabağında dağ-daş da dözməzdi. Özümü müflis etdilər, balalarımı bədbəxt. Bircə şeyə təəssüflənirəm ki, uşaqları dəmir barmaqlıqlar arasından qurtarmağa imkanım olmadı. Yoxsa o qızılları, pulları verdiyimə görə zərrəcə də peşman deyiləm. Açığı yığarlar oynamaq üçün. O pulları övladlarımın yolunda xərcləmək üçün qazanmışdım. O yolda da xərclədim. Nəysə, yavaş-yavaş ev eşiyə uyğunlaşmağa başlayırdım. Gələcəyə fikirləşirdim. Artıq uşaqlar böyüyürdü. Bütün qayğılarını mən çəkməliydim. Nədən başlamaq barədə düşünməyə imkan tapmamış, dəhşətli bir hadisə baş verdi. Azadlığa buraxıldığım gündən 3 gün keçmişdi. Səhər tezdən baxdım ki, qapı döyülür. Gələn Validə ilə Anjela idi. Validə köhnə tanışlardandı. Anjela isə Makintoş Arifin arvadı idi. Əslən Qrozndandı. Onunla uzaqdan uzağa tanış idik. Bir neçə dəfə məclisdə rastlaşmışdıq. Doğrusu onun gəlişini heç gözləmirdim. Qapını açan kimi Anjela həyəcanla. Klara, nə durmusan? Arif 3 gündür yoxa çıxıb, dedi. Heç nə anlamadım. Başa düşmədim. Mən nə etməliyəm ki? Deyə soruşdum. Onu sonuncu dəfə sizin məclisdə görüblər. Makintoş Arif də məndən bir neçə gün əvvəl Rostovda cəzasını başa vurub evə dönmüşdü. Göygöz Sabirlə yaxın dost idi. Mənim də ona böyük hörmətim vardı. Ona görə də bu xəbər mənə çox pis təsir etdi. Ola bilməzdi ki, cəmi bir neçə gün bundan əvvəl evə qayıdan Arif xəbərsiz ətərsiz harayasa gedəydi. Həm də o həbs edildikdən sonra Anjela qaynatasının adı ilə çağırdıqları oğlunu da götürüb öz yerlərinə getmişdi. Gəlib çatan kimi Arif ona xəbər göndərmişdi. Özü də oğlunu çox istəyirdi. İndi onunla görüşməmiş harayasa getməsinə də inana bilmirdim. Şübhəsiz ki, Arifin başında nəsə iş vardı. Lakin bununla belə Anjelanı qorxutmaq istəmədim. Yaxşı, narahat olma. Keçin içəri. Bu saat mən də geyinim gedək. Yox, elə burada gözləyərik. Vaxt yoxdur. Fikir məni götürmüşdü. Göygöz Sabirə xəbər çatdırmaq lazımdı. O isə Bakıda deyildi. Harayasa getmişdi. Hələ sabah qayıdacaqdı. Paltarımı geyinib küçəyə çıxdıq. Çox götür-qoydan sonra Tamusiyagilə getmək qərarına gəldik. O dövr Bakı oğrularının hamısı Cuhud məhəlləsində yaşayan bu yaşlı erməni qadının evinə yığışırdı. Tamusiyanın mənzili Cuhud kilsəsinin yaxınlığında, Dimitrov küçəsində yerləşirdi. Gəlib həmin ünvana çatdıq. Anjela gili qapıda saxlayıb özüm içəri keçdim. Tamusiya ilə görüşüb halay-fal tutdum. Gəlişimin səbəbini açdım. Tamusiya Makintoş Arifin bizdən çıxan gecə Həci Paluxinski ilə bir yerdə onlara gəldiyini söylədi. Həci də köhnə oğrulardandı. O Arifdən xeyli yaşlıydı. Sonuncu dəfə 23 il cəza çəkmişdi. Onun 7 ilini Kırıtıda oturmuşdu. Həci də son günlər azadlığa buraxılmışdı. Arif köhnə dostu ilə həmin gecə görüşür. Oturub rahat yeyib içmək üçün Tamusiya gilə gəlirlər. Orada 1-2 saat əyləşdikdən sonra durub çıxmışdılar. Elə o çıxan bir daha onları görən olmamışdı.
Tamusya ilə sağollaşıb Anjelagilin yanına gəldim. Vəziyyəti olduğu kimi onlara da danışdım. Axşamədək Arifin gedə biləcəyi bütün ünvanları ələyvələ etdik. Gördüm deyən olmadı. Ümidimiz hər yerdən üzülmüşdü. Məsələnin ciddiliyinə heç kəsin şübhəsi yox idi. Bir qədər fikirləşdikdən sonra morqları axtarmaqdan başqa çarəmiz qalmadığını anladıq. Əvvəlcə Semaşka xəstəxanasına üst tutduq. Ora son günlər belə bir meyit gətirilməmişdi. Kör peşman geriyə döndük. Daha getməyə bir yer yox idi. Anjelanı sakitləşdirmək üçün sabaha dək gözləyək. Bəlkə bir xəbər oldu. Həm də Göygöz Sabir də gəlməlidir. Yəqin yaxşısını o biləcək, dedi. Yox, mənim gözləməyə səbrim yoxdur. Milisə xəbər verəcəm, deyə çox ciddi tərzdə söylədi. Hiss etdim ki, bu fikrində qətidir. Ona görə də sözünü çevirməyə dəyməzdi. Əgər istəyirsənsə xəbər ver. Bəlkə belə yaxşı olacaq. Artıq mənlik bir iş qalmamışdı. Milis idarəsinə gedəsi deyildim. Anjela milisə xəbər verməyə getdi. Mənsə evə qayıtdım. Səhəri Göygöz Sabir də gəlib çıxdı. Məsələdən xəbərdar idi. Milisə xəbər verildiyini də bilirdi. Bu məsələyə görə bir söz deməsə də, hər halda Anjelanın hərəkəti xoşuna gəlməmişdi. Oğrunun axtarışı ilə qırmızı paqonların məşğul olmasını heç cür qəbul edə bilmirdi. İki istiqamətdə axtarış aparılırdı. Bir tərəfdən milislər, digər tərəfdən də oğrular. Səhv etmirəmsə, o vaxt Göygöz Sabir axtarışda idi. Ona görə də onlar gizli yolla işləri ilə məşğul idilər. Axtarışlar 4 gün davam etdi. Makintoş Arifin meyidi sırf təsadüf nəticəsində tapılmışdı. Maşdağada həyətini sulamaq istəyən bir nəfər kanaldan su açır. Birazdan suyun azaldığını görüb kanala tərəf yollanır. Gəlib görür ki, arxda nəsə var. Suyun qabağını kəsib. Bellə tərpədəndə baxır ki, insan meyididir. Yaşlı adam olduğundan özünü itirmiş. Meyidi kənara çıxarıb o saat milis şöbəsinə zəng edir. Onlar da tökülüşüb gəlirlər. Əlamətlərindən müəyyən edilir ki, Makintoş Arifdir. Qatilin axtarışı xeyli çəkdi. Nəhayət ki, kələfin ucu ələ keçdi. Arifi Poxlu dərəli Rəcəbin oğlu bıçaqlayıb öldürmüşdü. Qatil cavan oğlandı. Bəlkə də Makintoş Arifin çəkdiyi surok qədər də yaşı yoxdur. Bugünədək də hadisənin səbəbi heç kimə dəqiq məlum deyil. Cavan oğlanın Ariflə nə qəsdi qərəzdə ola bilərdi? Ancaq hadisənin nə vaxt və harada baş verməsi məlum oldu. Makintoş Arif Həci Poluxinski ilə bir yerdə bizdən çıxıb Tamusyagilə yollanmışlar. Bir qədər oturduqdan sonra artıq gecədən xeyli keçmiş oradan çıxırlar. Həyətə çıxan kimi bayaqdan onları gözləyən adamlar qarşılarını kəsirlər. Onları yaxınlıqdakı zirzəmiyə aparırlar. Orada Arifi vəhşicəsinə qətlə yetirmişlər. Bütün bədəni bıçaqla deşik-deşik edilmişdi. Həciyə də bir neçə zərbə indirmişlər. Ancaq o, möcüzə nəticəsində sağ qalmışdı. Artıq canını tapşırmış Arifi yaxınlıqdakı maşını apararkən, həmin binaya başqa maşının yaxınlaşdığını görüb, aradan çıxmağa məcbur olmuşdular. Onlar geri qaydanda isə, artıq Həci hadisə yerindən uzaqlaşmışdı. Arifin meydini maşdağıya aparıb, orada kanal atmışdılar. Həci bir neçə gündən sonra üzə çıxmışdı. 23 il cəzasını çəkib gəlmiş yaşlı kişini az qala o dünyalıq etmişdilər. Onun heç nədən xəbəri olmamışdı. Sözsüz ki, qatilləri tanımamışdı. Axı 23 il bundan əvvəl Bakıdan çıxanda həmin uşaqlar hələ heç dünyaya gəlməmişdi. Qatilin atası Rəcəb çox imkanlı adamlardandı. Bakı-Moskva qatarında, vaqon restoranda bələdçi işləyirdi. Arvadı Quba cuhudlarındandı. Ənvərin həyat yoldaşı ilə uzaqdan uzağa qohumluqları çatırdı. Rəcəb də sözündən dönən, qorxaq adam deyildi. Həmin hadisənin sorağı bütün Bakını bürümüşdü. Zarafat deyildi. Cavan bir uşaq oğrunu qanına qəltan etmişdi. Nə qədər çalışsalar da əsl səbəbi aydınlaşdırmaq mümkün olmadı. Ancaq bir şeyi dəqiq bilirəm ki, münaqişə boş bir şeydən baş vermişdi. İndiyədək anlamıram, Makintoş Arif kimi dünya görmüş bir adamla o uşağın arasında nə məsələ ola bilərdi? Dediyim kimi, Rəcəbin kifayət qədər pulu da vardı, əlaqələrdə. O vaxt oğlunun cəzasını yüngülləşdirmək üçün çox əlləşdilər. Şübhəsiz ki, belə bir vəhşiliyə görə onu ancaq ölüm cəzası gözləyirdi. Ancaq nə qədər çalışsalar da, bu cəzanı 15 illə əvəz etmək mümkün olmadı. Mənim eşitdiyimə görə onlara oğlunun ölüm hökmünü dəyişmək üçün yalnız bir yolun mövcud olduğunu bildirmişdilər. Qatili ruhi xəstə kimi sənədləşdirərək. Kazana, dəlixanaya göndərmək olardı. Həmin dəlixananın qaydası isə belədir ki,
Orada 100 ildə qalası olsa, onunla görüşməyə icazə verilməyəcəkdi. Rəcəbgildə çox götür-qoydan sonra belə qərara gəlmişdilər ki, dəlixanada uzun illər dəlilərin arasında yaşamaqdansa, elə ölüm yaxşıdır. Həmin oğlana ölüm cəzası kəsildi. Makintoş Arifin dəfninin bütün xərclərini oğrular öz üzərinə götürmüşdülər. Onu şərafətlə dəfn etdilər. Göygöz Sabirin dəfində iştirak etməyə imkanı olmadı. Milislər həmin mərasimi güclü nəzarət altında saxlayırdılar. Bilirdilər ki, Bakının bütün oğruları orada iştirak edəcəklər. Yaxşı xatirimdədir. Həmin gün başqa bir oğrunu, başı açıq Kamalı da dəfn edirdilər. O da Kubinkada, Melniçində yaşayırdı. Rostovdan, Zondan meyidi gəlmişdi. Bu dəfə də azadlığa çıxdığım gündən cəmi 3 gün keçmiş, Makintoş Arifin yoxa çıxmasına başımız necə qarışdısa, doyunca sərbəst yaşamağın dadını da doya bilmədim. Uzun axtarışların nəticəsi də elə kədərli, dəhşətli bir sonluqla bitdi. Yavaş-yavaş o hadisədə arxa plana keçdi. Fikrimizdən çıxdı. Ailənin qayğıları məni dünyaya açıq gözlə baxmağa məcbur edirdi. Uşaqlar artıq böyümüşdü. Övlad böyüdükcə onun dərdləri, qayğıları da böyüyür. Hərəsinin 100 problemi çıxır ortaya. Məndən başqa kim çəkəsiydi ağırlıqlarını? Qardaşlarımdan ölənədək yerlə göy qədər razıyam. Onlar övladlarımın boya başa çatmasında məndən çox əziyyət çəkiblər. Ancaq nə qədər olsa da, əsas ağırlıq mənim küləyimdə idi axı. Su çənəyi suda sınar deyiblər. Vallah, çox götür-qoy etdim. Çox düşünüb daşındım. Gördüm yox. Başqa işin qulpundan yapışmağı bacarmayacam. Məndən ötürü ən asanı elə o günədək vərdiş etdiyim, bütün incəliklərini çox gözəl bildiyim köhnə sənətimdir. Durub o yaşımda peşə dəyişəsi deyildim ha. İndi düşünürəm, bəlkə də o vaxt əl çəksəydim, indi də heç bu vəziyyətdə olmazdım. Ancaq yenə də fikirləşirəm ki, boş söhbətdir. O yoldan geriyə yol yox idi mənim üçün. Ən çoxu da sonuncu dəfə boş yerə 3 il həbs edildikdən sonra qəti əmin olmuşdum ki, onsuz da cibgirliklə məşğul olub olmamağımın artıq elə bir fərqi yoxdur. Tutmaq istəyəndə şərliyib də ilişdirə biləcəkdilərsə, nə fərqi varmış ki? Nəysə, qayıtdım öz peşəmə. Ancaq yenə də Bakıda çox nadir hallarda görünərdim. Əsasən Moskvaya, Odessaya, bir sözlə, Rusiya şəhərlərinə üst tuturdum. Daha kifayət qədər təcrübəm də vardı dünya görüşümdə. Çalışırdım çox riskə getməyim. Daha cavanlıq dövrüm keçmişdi. Həvəsə getmirdim ki, ehtiyacdan bu yola düşürdüm. Onu da deyim ki, pis olmurdu. Həm alver üçün mal gətirirdim, həm də öz işimlə məşğuldum. Gəlirim iki tərəfli idi. Evdən, uşaqlardan da elə bir narahatçılığım yox idi. Artıq qızım evin bütün işlərini özü sərbəst yoluna qoyurdu. Qardaşlarının bütün əziyyətlərinə qatlaşırdı. O qardaşları üçün elə əsl ana əvəzi olub. Yəqin ki, buna görə də kiçik oğlum Ələskər bacısını ana deyib tutmuşdu. Yazıq göz açıb onu görmüşdü. Bir sözlə, qızımın da bu həyatda əzab-əziyyəti çox olub. Uşaqlar yavaş-yavaş dükanbazara çıxmağa başlamışdılar. Kubinka bütün Bakıda ticarətin ən qaynar yerlərindən olduğu üçün orada böyüyən uşaqlar gözü açıq olurdular. Allaha şükür, heç indi də pis deyirlər. Ancaq o vaxtlar Kubinkanın ayrı dövrü idi. Mən də boş vaxtlarımda hərdən çıxırdım bazara. Hamısı hörmətimi saxlayırdı. Çıxan kimi hərəsi bir tərəfdən səsləyirdi. O zaman dəbdə idi. Alver edənlər yeri tərtəmiz sil-süpür edib xalça palaz sərərdilər. Oturub çay içərdilər. Domino oynayardılar. Nəysə, bir gün axşamçağı mən də bazara tərəf çıxmışdım. Məhəllə uşaqları oturub çay içirdilər. Dəvət etdilər, etiraz etmədim. Yaxınlaşıb əyləşdim. Allah bilir, nələrdən söhbət getmirdi. Boş bekar, macəra axtaran adamlardı da. Biraz əyləşib söhbətləşmişdik. Uzaqdan Kubinkanın bazarına nəzarət edən milis nəfərinin bizə tərəf gəldiyini görüb, mənə belə bir təklif etdilər. Onun tapançasını çıxara bilərsənmi? Milis nəfərini yaxşı tanıyırdım. Cavan oğlandı. Təzə evlənmişdi. Bir övladı vardı. Elə həmişə buralarda fırlanırdı. Heç kəslə işi olan deyildi. Ancaq day öz vəzifəsini yerinə yetirmək üçün bəzən alverçiləri qovub dağıtmağı vardı. Bu da rəhbərliyin göstərişi ilədi. Ancaq nədənsə cavan alverçilərin ondan heç xoşu gəlmirdi. Milis yaxınlaşana dək bildirim ki, mənim üçün bu su içmək kimi sadə bir işdir. Milis nəfəri gəlib bərabərimizə çatanda uşaqlardan biri. Nəçənlik, çaya qonaq ol.
deyə onu çay süfrəsinə dəvət etdi. Yazıq deyəsən belə bir münasibət gözləmirdi. Çaşdı. Sağ olun, istəmirəm, deyib keçmək istədi. Uşaqların hamısı bir ağızdan təklif etdilər. Nəçənlik, sağıq da, bir stəkan çaya nə sözün? Bizimlə oturmaq istəmirsən? Milis uşaqları necə can dildən onu dəvət etdiklərini görərkən, könüllərinə dəyməmək üçün gəlib əyləşdi. Uşaqlar işi elə qurdu ki, o mənimlə yanbayan oturmalı oldu. Hərə bir tərəfdən söhbətə başlayıb, bunun başını necə qatdılarsa, qoburu açıb tapancanı necə götürdüyümdən xəbəri də olmadı. Bir xeyli əyləşib, çaya qonaq olduqdan sonra, Milis hamıya minnətdarlığını bildirərək durub, işinin dalınca getdi. Yazıq nə biləydi ki, başına nə bəla açıblar. O dövrün qanunlarına əsasən, tapancasını itirdiyinə görə 15 ildən yuxarı iş düşürdü. Milis aralandıqdan sonra, gördünüzmü, mənim üçün bu, su içmək kimi sadə bir işdir, deyə cibindən tapancanı çıxarıb onlara göstərdim. Uşaqların gözləri hədəqəsindən çıxmışdı. Deyəsən tapancanı necə çıxardığımı heç onların çoxu görə bilməmişdi. İndi isə aparıb özünə verəcəm. Görəsən hara getdi? Deyə soruşduqda uşaqlar bayaqkindən çox təəccüb etdilər. İçərilərindən ən diribaşı, sən nə danışırsan? Burada yad heç kim yoxdur ki. O qədər riskə gedib tapanca götürmüsən, indi geri qaytaracaqsan. Artıq pul başını yarır, söz elə burada da qalacaq. Ancaq lap dünya yığışsa da, elə bir iş görməzdim. Əvvəla Milisin körpə balası vardı. Bu əməli Allah da götürməzdi axı. Qaldı ki, böyük komandirlərdən olsa yenə bir işdi. Bu yazıq isə buyruq quluydu. Bir tikə çörək xatirinə çıxırdı evindən. Uşaqların sözünə cavabsız qoyub Milisin ardınca yollandım. Uzaqdan gözüm aldı. Yaxınlaşıb vacib bir söhbətim olduğu üçün bir kənara çəkmək istəyəndə əvvəlcə heç nə başa düşmədi. Mənim onunla nə işim ola bilərdi? Məsələni açanda rəngi ağappaq oldu. Qorxudan bir günə düşmüşdü ki, tanınması qalmamışdı. Ətrafdan heç kimin bizi görmədiyini dəqiqləşdirdikdən sonra tapancanı cibimdən çıxarıb ona verdim. Əllərimdən öpdü. Minnətdarlığını bildirməyə söz tapmırdı. Onda gözlərimin qırığı kimi görən vaxtları idi. İndiki kimi yorğan döşək dustağı olmamışdım elə. Nəysə, belə işlər də vardı. Ancaq bu dəfə də azadlıqda qalmağım uzun çəkmədi. Elə həmin il. 1978-ci ildə yeni ilişdim. Çox qəliz bir məsələ ilə əlaqədar. Elə bir işdir ki, bu gün də onu açıqlamağa lüzum görmürəm. Çünki bu işlə bağlı olan adamların çoxu indi də sağdır. Elə məqamlar var ki, onlar üçün baş ağrısı yarada bilər. Doğrusu özümə aid olan məsələlərdə oxucularımdan heç nəyi gizlətməmişəm. Bu həyatı mən yaşamışam. Yaxşısı da, pisi də, acısı da, şirini də mənimdir. Nəyisə gizlətməyə nə hacət? Ancaq burada məsələ bambaşqadır. Özüm üçün heç nədən çəkinmirəm. Onsuz da hay-hayım gedib, vay-vayım qalıb. Lakin uşaqlarım üçün, nəvələrim üçün baş ağrısı olmasın deyə, bu yerdə bəzi şeyləri gizlətməyi lazım bildim. Nəysə, iş elə gətirdi ki, məsələni pulla da yoluna qoymaq mümkün olmadı. Xeyli danışıqlardan, çək-çevirdən sonra bir il azadlıqdan məhrum edildim. Surokun çox az olduğuna görə bu dəfə Rusiyaya etap etməyə imkanları olmadı. Bir xeyli bayıldı. Türmədə saxlandıqdan sonra 4-cü kolona etap olundum. Köhnə hamam, köhnə tasdı. Nə keçmişdi ki aradan? Cəmi bir il əvvəl buradan çıxmışdım. Həmin dövrdə mənimlə bir yerdə olan dustaqlardan çoxu hələ də orada idi. Köhnə xlebliklərim Sofa ilə Məryəm də hələ burada idi. Zondan buraxıldıqdan sonra verdiyim vədə əməl edərək, elə həmin gecə zonun yaxınlığında təklif etdiyim konsert yaddaşlara elə həkk olunmuşdu ki, gələn günü hamı barmaqla göstərirdi. Elə bil məhbusu yox, ölkə başçısını qarşılayırdılar. Zonun rəisindən tutmuş nəzarətçilərə qədər hamısı məni yaxşı tanıyırdı. Düşünürdüm bir il nədir ki, axı mən belə Suroka öyrəşməmişəm. Necə deyərlər, papağımı fırlatsam gəlib keçəcəkdi. Ancaq yaxşı deyiblər. Sən saydığını say, gör fələk də sayır. Elə bir dəhşətli hadisə baş verdi ki, nə ilə qurtaracağını Allahdan başqa çətin kimsə biləydi.